Salam əziz rus dili sevərlər, mən Fidan Türksoy. Gəlin sizinlə qısaca bu fe'lləri müzakirə edək. Bu fe'llər 3 zamanda da hallanmış halı Telegram səhifəmdə olacaq. Telegram səhifəsinə TikTokdan birbaşa bu cür keçid edə bilərsiniz. 10 saniyə vaxtınız gedəcək. Yəni gələcəyiniz üçün, biləyiniz üçün əminəm ki, bunu edərsiniz. Buna vaxt taparsınız. Gəlin birincidən başlayaq. Pustit fe'li. Pustit buraxmaqdır. Əslində bu dediyimiz bütün fe'llər hardasa tərcüməsi Azərbaycan dilinə buraxmaq deməkdir. Amma nə zaman, hansı variantda, hansı halda istifadə olunur, o haqda biz daha ətraflı danışacağıq. Məsəl üçün, deyirsiniz ki, o məni heç bir yerə buraxmır. Он меня никуда не пускает. Bu pustить fe'lin bitmiş variantı отпустить olacaq. Məsəl üçün, əlimi burax. Отпусти мою руку. Və yaxud sadəcə qısa da deyə bilərsiniz ki, отпусти руку. Vəssalam. Yəni, iki variantda olar. Deməli, pustить daimi olaraq buraxmaqdır. Necə biz dedik ki, o məni heç bir yerə buraxmır. Heç bir yerə göstərilir ki, söhbət bir yerdən getmir. Ümumiyyətlə, hara belə olsa buraxmır. Amma burada isə deyirsiniz ki, əlimi burax. Yəni, hal-hazırda baş verir və söhbət indidən gedir. Bitmiş zaman olduğuna görə siz deyirsiniz ki, отпустить. Отпустить fe'lini daha doğrusu istifadə edirsiniz. Başqa buraxma hansı fe'llərdir və nə zaman istifadə olunur?